Azərbaycanda qadın hökmdarlar haqqında məlumatımız var. Lakin bir məsələ də var ki, Şimali Qafqazın türk qadın hökmdarları haqqında nə bilirik? Bunlardan biri Qafqazın qurdu adlanan Boarix idi. O 527-ci ildən təxminən 554-555-ci illərdə Qafqaz Hunları, Sabirləri idarə edən bir xanım idi. Bizans mənbələrində ona Beatrix və ya Boarix deyirdilər. Bu sözün adı, bu adın mənşəyi biraz maraqlıdır, lakin tarixçilərin çoxu onun Börü xatun və yaxud Qurt xatun olduğunu göstərirdilər. Bu Börü sözündən gəldiyini göstərirdilər bu sözün. Bu Arix 527-ci ildə əri Bolaxın ölümündən sonra Sabir Hunlarına rəhbərlik elədi. Onun əsas məqsədi Qafqazı birləşdirmək və Sabir Hun dövlətini böyük dövlətlər sırasına çıxarmaq idi. Və buna görə də Bizansla ittifaqa girdi. Sasanlərə qarşı. Çünki Sasanilər o zamanki dövrdə Şimali Qafqaz və Dağıstanda öz nüfuzlarını çox qaldırmaq istəyirdilər. Və onun ilk işi Sasanlərin tərəfinə keçmiş olan iki Hun sərkərdəsini məğlub etmək oldu və 530-40-cı illər arasında bu qələbənin nəticəsində Dağıstan və Şimali Qafqazı özünə tabe etdi. 551-ci ildə Bizansla ittifaqda o Sasanləri məğlub edərək Lazistanı tutdu və onun bir hissəsini ələ keçirdi. 554-cü ildə isə artıq onun hakimiyyəti altında bütün Dağıstan və Şimali Qafqazın əksər hissəsi birləşdirilmişdi. Çox təəssüflər olsun ki, onun ölümündən sonra onun övladları bu siyasəti davam edə bilmədilər və 6-cı əsrin sonları, 7-ci əsrin əvvəllərində Sabir Hunları Xəzərlərə tabe oldular.